Dünənki hadisə çox vacib hadisədir. Yəni sülh müqaviləsinin artıq şərtlərinin tamamilə razılaşdırıldığı haqqında hər iki tərəfdən açıqlama verildi və bu bizim bir tarixi hadisə ərəfəsində olduğumuzu göstərir. Amma əlbəttə ki, dünən bizim Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olunduğu kimi, yəni sülh müqaviləsinin mətninin razılaşdırılması hələ o müqavilənin dərhal imzalanacağı anlamına gəlmir. Çünki Azərbaycanın başqa gözləntiləri də var. Yəni sülh müqaviləsindən kənar iki ölkə münasibətlərinin qurulması və inkişafı üçün Azərbaycanın başqa gözləntiləri də var Ermənistandan. İlk növbədə Ermənistanın öz konstitusiyasına dəyişiklik eləməsi, bu tələb öz qüvvəsində qalır. İkincisi, ATƏT Minsk qrupunun tamamilə ləğvi, yəni buraxılması məsələsi. Və üçüncüsü də əlbəttə ki, Zəngəzur nəqliyyat kommunikasiyasının hansı şəkildə, hansı statusda həyata keçiriləcəyi məsələsi. Yəni bu müqavilədən kənar bu üç məsələ də Bakı üçün çox vacibdir və bu məsələlər üzrə də razılaşma əldə olunarsa, onda sülh müqaviləsi imzalanacaq. Amma bu məsələlər üzrə, yəni o qeyd etdiyim üç məsələ üzrə razılıq əldə olunmasa, onda müqavilənin imzalanması gecikə bilər. Əgər Uitkov Bakıya gəlibsə, bu da təbii ki, çox maraqlı bir hadisədir. Amerika administrasiyası da tezliklə sülh müqaviləsi imzalanmasında maraqlıdır. Yəni, hətta mən düşünürəm ki, Trump bunu öz aktivinə yaza bilər. Ki, yəni bu da bizim xidmətimizdir. Biz gələndən sonra görürsünüz ki, biz artıq hər yerdə sülh yaradırıq. Yəni, Trump bir sülh qurucusu kimi tarixə keçmək istəyir. Onun bu ambisiyası məlumdur. Nobel sülh mükafatı almaq istəyir filan. Bu baxımdan əgər Uitkov Bakıya gəlibsə, Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə, əgər bizimkilərlə, yəni Azərbaycan rəhbərliyi ilə görüş keçiribsə, bu görüşdə şübhəsiz ki, bu məsələ keçirəcəksə, bu məsələ gündəmə gəlib və yaxud da gələcək. Amma eyni zamanda bu həm də İran məsələsi ilə bağlı ola bilər. Məlum olduğu kimi Azərbaycan bu regionda çox önəmli bir geostrateji mövqeyə malikdir. Yəni İranla bizim çox uzun bir sərhəd xəttimiz var. Bu baxımdan Azərbaycan bu coğrafi mövqeyinə görə əslində hər zaman Amerika üçün, o cümlədən İsrail üçün çox maraqlı bir ölkə olub və Azərbaycanın Amerika ilə münasibətlərində də İran məsələsi bu və ya digər şəkildə hər zaman aktual olub. Yəni gündəmdə olan məsələlərdən biri olub. Yəni bu baxımdan Uitkov Bakıya gəlibsə və Azərbaycan rəhbərliyi ilə görüşəcəksə, böyük ehtimalla həmin görüşdə İran məsələsi də gündəmə gələ bilər. Deyirsiniz, yəni İranla bağlı məsələləri də nəzərə alaraq bu görüşün keçirilməsi mümkün ola bilər. Yeri gəlmişkən sülhlə bağlı danışıqların yekunlaşmasını elə alqışlayan ölkələrdən biri də İran oldu bu səhər saatlarında.